Keçən həftə Dost İnklüziv İnkişaf Mərkəzinin dəstəyi ilə keçirilən bir balaca yığıncaqda, tədbirdə iştirak etdim. Orada gender bərabərliyinə toxunduq, iş mühitində gender bərabərliyinə. Gender bərabərliyi mövzusu iş mühitində artıq ölmüş mövzudur əslində. Kapitalizm prinsipli səriştə əsaslı modeli gətiribdir dünyaya və daha çox əgər pul qazana bilirsənsə, çox da heç kim fikir vermir sənin genderinə. İstəsən qadın ol, istəsən kişi ol, istəsən qeyri-binar ol, kim olursan ol. Amma yenə də Azərbaycanda bu mövzular nə üçünsə aktualdır hələ ki. Cavablandırdı. Maynard Keynes perspektivindən, Friedrich Hayek perspektivindən, ise iqtisadi prizmadan dediklərin paylaşılması falan. Amma orada başqa bir maraqlı bir sual oldu. Bir xanım soruşdu. Mən övlad olaraq valideynlərimi gələcəkdə təmin etmək bir məcburiyyətim, bir borcum varmı, yoxsa yoxmu? Çox maraqlı bir sualdır. Siz nə düşünürsünüz? Övlad böyüyəndən sonra öz valideynlərini saxlamaq, yəni onlara hər hansı bir maddi dəstək göstərmək borcu var, yoxsa yox məsələsində mən John Rawls'ın ədalət nəzəriyyəsi perspektivdən yanaşdım və xanıma sual verdim. Təsəvvür edin ki, siz uşaqlarınızı böyütmüsünüz, onlar uğurlu karyera qurublar, çox yaxşı pul qazanırlar. Siz isə artıq qocalmısınız, deyək ki, həyat yoldaşınızı itirmişsiniz və təksiniz. Və deyək ki, xəstəsiniz, xəstələnmişsiniz, arası bir ağır xəstəliyiniz var, Allah göstərməsə, xərçəng ya da nəsə. Bu zaman siz istərdinizmi ki, sizin övladlarınız sizə kömək etsin, sizə baxsın? O dedik ki, hə, istərdim. Və məhz bu, John Rawls'ın cahillik pərdəsi prizmasına gəlir. Sən əgər özün bilmirsənsə, sən qocalanda necə olacaqsan və bu zaman deyirsən ki, uşaqlar məni dəstəkləməlidir, onu bu dəstəkləməlidir və bu ədalətlidir. Bu barədə daha ətraflı YouTube kanalımda ədalət nəzəriyyəsi barəsində videoda tapa bilərsiniz.